2 uşağım vardı. Bir də anam var, xəstədir. Onlara baxmaq məcburiyyətindəyəm. Düzün desəm, anan üçün pis oldum. Amma bu mənim üçün heç bir fərqi yoxdur. Mənim fikrimi dəyişməyəcək. Bəs kişilə dəyişə bilər. Niyə bilərəm Bu saatdan sonra sən mənim üçün heç nə eləyə bilməzsən. Səni öldürmək üçün saatın 7 olmağını gözləyirəm. İndi sən kimisə səni qurtarmağını fikirləşsən, hə? Amma bunun olmayacağını da yaxşı bilirsən. Çünki bunların hamısı filmlərdə olur. Onsuz da qansızın birisən. Sonun yeri cəhənnəm olacaq. Onsuz da hamımız ora getməyəcəyik. Gəlir. Sizə demişəm iş vaxtı zəng eləməyin mənə. Hə müdür? Adamı necə buraxım? Mənə dedilər səni buraxmalıyam. İndi minə kimi say, mən buradan uzaqlaşıram. 1 2 3 Üzürü say. Amma ki, ümidsiz şəkildə ölməyini istəməzdim. Yalnız ölmeyeceğim değil mi?